8 santimetrdən və ona yaxın bir ölçüyə sahib olan insanlar gedib penisinə protez taxdırmazdılar. Sizə müraciətlər heç olunub ki, ümumiyyətlə qadın kişi döşünə sahib olmaq məsələsi. Ümumiyyətlə döşündən narazıdır və istəmir onun ümumiyyətlə döşü olsun. Bir transgender fərdə əməliyyat eləmək düzgündürmü? Zənnimcə düzgündür. Niyə? Çünki tibbi olaraq da bu artıq önəm daşıyır. Bizim üçün bu hər hansısa bir cins dəyişdirmə əməliyyatının tərkib hissəsi deyil. Bizim üçün bu klassik, tibbdə də qeyd olunan mastektomiya, süd vəzinin xaric olunma əməliyyatıdır. Mən, bu digər həkimlər öz tibbi qanuni mastektomiya əməliyyatını orada icra eləməyiblərsə, artıq bu insanın xərçəng ehtimalı ən azı 20 dəfə qalxmış olur. Kişi döşündəki hər böyümə ginekamastiyadır. Hər hansısa iPhone almaqdan ötürü sən kreditə girirsənsə, sənin həyatında sadəcə bir dəfə özünə elətdirəcəyin əməliyyatda durub simiclik eləməyin, durub bunun ekonom versiyaları ilə maraqlanmağın nə qədər düzgündür. Bu kişilərdə də baş verir. Bədən hormonal olaraq zənn edir ki, bu insan hamilədir.